Hər kəsə salam. Bu gün sizlərlə elektrikli soba təmir edirik. Elektrikli sobamızda bir ədəd soba və bir ədəd də termostat var. Bu qədər bəsit, bir ədəd də naqili var burada. Bu qədər bəsit bir isidicidir, yemək isidicisi. Demək bunu təmir edəcək, amma problemin nə olduğunu bilmirəm. Sadəcə mən elektrik şəbəkəsinə qoşdum, isindiyini gördüm. Bu qədər. Bilmirəm termostat mı atmır, yoxsa başqa bir problem var. İçini açandan sonra biləcəm, testerdən yoxlayandan sonra biləcəm. Elə isə başlayaq təmir edək. Sobamızı açmazdan öncə bir baxaq görək nələr var, nələr yox. Demək, arxasında ayaqlar var, bir ayağı da yoxdur. Bunun yerinə mən boltla ayaq düzəldəcəm. Bunu da göstərəcəm necə düzəltdiyimi. Və bir ədəd də arxasında 10 bolt var. Bu 10 boltu açırıq, arxasını birbaşa götürə bilərik. Tamamdır, problemimiz var, bəli. Yenə də bunu mən yoxlamazdan öncə şəbəkəyə qoşdum. Yenə səhvlik etmişəm. Burada birbaşa korpusa dəymə var imiş və yaxşı ki, faza olan tərəfə düşməyib, yoxsa mən də biraz əstirə bilərdim. Termostatımızda problem görsənmir. Termostat atır, amma təbii ki, bunu yoxlayandan sonra daha dəqiq bilirik. Öncəliklə bu naqil xəttinin hər birini dəyişmək lazımdır və makarona salmaq lazımdır. Düzdür, bu naqil xəttlər keyfiyyətli olsa da, burada işlədilənlər artıq əriyib, demək olar məhv olub. İşığını da dəyişəcəm, bilmirəm, işıq işləyir, işləmir. Yüngül elektrikə taxıb, şəbəkəyə taxıb baxacam. Amma arxası falan pis gündədir. Lampasını da dəyişək və bu qədər. Naqil xəttini dəyişəndən sonra onsuz yoxlamışdım. Rezistorumuz işləyirdi, yəni işləf vəziyyətdə idi. Amma yenə də test edirlər, necə yoxlanır, hər bir detal hissə bunu da göstərəcəm. Beyniniz qarışmasın deyə bir ədəd testerimiz, bir ədəd də işlədicimiz var, bu qədər. Demək, işlədicimizi necə yoxlayarıq, hissə tam naqildən başlayacağım bu dəfə və digərlərinə də keçəcəm. İlk öncə testerimizi qısa dövrə rejiminə alırıq. Qısa dövrə rejimimiz bu cür səs gəlməlidir, bip səsi gəlməlidir. Demək ki, qısa dövrə var. Və ondan sonra naqil sağlamlığını yoxlayırıq. Naqili sağlamlığını yoxlamazdan öncə naqilin özündə qısa dövrə varmı deyə yoxlayıram. Xeyr, yoxdur. Demək ki, şəbəkəyə taxsam bir problem etməz. Və naqildən korpusa bir təmas varmı ona baxıram. Naqilimizin birində yoxdur və digərində də yoxdur. Demək ki, şəbəkəyə taxsam heç bir təhlükə olmadan sadəcə işlədicimiz işləməz. Yəni korpusa tok verməz və qısa dövrədə qət olmaz. Və naqilin sağlamlığını yoxlayıram indi isə. Naqilin sağlamlığını yoxlayarkən tək-tək ilk öncə birinə toxundururam, sonra naqili izləyirəm. Naqil göy xətt və qırmızı xəttə. Qırmızı xətt hara gedir? Buradakı ştepsə. Ştepsi yoxlayıram. Gördüyünüz kimi səs gəlir. Və digərini yoxlayıram. Göy xətt hara gedir? Buradakı ştepsə. Ştepsi yoxlayıram. Üstü naqarlib deyə biraz bərk bastırmalıyam. Gəlir. Demək ki, naqilimizdə bir problem yoxdur. İndi isə biz termostatımızı yoxlayaq. Termostatımız sabit bir dəyərdə qalmır. Dəyişən bir termostatdır. Yəni stilik dəyərini dəyişə bilirik. Bunun da üstündə 1-dən 5-ə qədər bir nömrələyiblər və keçirmə rejimimiz var. Keçirmə rejimimizdə heç bir qısa dövrə verməməlidir. 1-dən 5-ə olan dəyərlərdə də onsuz qısa dövrə olmalıdır. Amma birinci dəyər alıb bunu qızdırsaq əgər, demək ki, atmalıdır. Bir müddətdən sonra bunda hətta sizə bunu göstərim. Demək, termostatı off rejiminə alanda buradakı millər gördüyünüz kimi bir-birindən ayrıldı. İndi isə on rejiminə alıram. 10 rejiminə aldım. Hətta biraz da vururam ki, geri rahat qayıda bilsin. Mən arxasından termostatın isinəndə genələn yayına lehmə aparatını yaxınlaşdırıram. Biraz saxlayıram. Yay isinənə qədər. Gördüyünüz kimi yay isinəndə uzandı. Yəni bu uzanma biz gözümüzdə görmürük təbii ki. Və uzanan da bu mexanizma özünü kontaktlardan ayırdı. Termostatımızı yoxlayaq. Termostatımız dəyişən bir termostatda off rejimi, yəni keçici rejimi və bir də qoşma rejimi var. Qoşma rejimindəki müəyyən istiliklər də dəyişəndir. Demək, dəyişməsini deyil də biz keçirib-keçirmədiyini yoxlayırıq. İlk öncə keçici rejimdə, off rejimdə baxıram. Off rejim deyilmiş, estağfurullah. Baxıram, görürəm ki, off rejimi işləf vəziyyətdədir. Yapışıqlı saxlamır termostatımızı. İndi 10 rejiminə alıram. 10 rejimdə də bip səsi gəlir. Demək ki, kontaktımız verir. Və burada da ohum dəyərinə baxa bilərəm. 200 ohma alıram, daha dəqiq olsun deyə. İşığını da yandırım. 200 ohma alıram, qısa dövrəsinə baxıram. Gördüyünüz kimi, bunu da çox əslində sıxdırmaq olmaz. Bunu sıxdırarkən biraz kontaktımızı da yaxınlaşdırırıq əslində.
0,3 dəyərini göstərir, pis deyil. Yəni normaldır. Amma biraz bir nöqtə neçə göstərsə, demək ki, kontaktımızda bir az da olsa təmassızlıq var. Təmassızlıq deməyim də, arada naqarlama var. Yəni yaxşı keçirmir. Və keçirib bir də yandıracağam. Gördüyünüz kimi 0,7 dəyərini göstərdi. Əslində 0,7 dəyərini göstərməyə də, yox, biraz bastırdığım zaman 0,2 göstərdi. Tam yaxşı vəziyyətdədir, ideal vəziyyətdədir, problem yoxdur. Mən bunu biraz da isidib yoxlayacağım, görüm atırımı. Sözsüz və mən yoxlayıram burada tenimizi, yəni ki, rezistorumuzu. Rezistorumuzu da yoxlayarkən burada rezistorun çıxışı var 2 ədəd. Buradan yoxlayıram, müqavimət dəyərini hətta yoxlayım. 55, 54.6 dəyərini göstərir. 54.6 da rezistorun normal bir dəyəridir. Problemsizdir demək olar ki, rezistor. Yəni əsas odur ki, bizdə xəttə qısa dövrəni göstərsin. Qısa dövrəyi almışam. Qısa dövrədə göstərməmək normaldır. Çünki 30-dan yuxarı ohmajda qısa dövrə göstərmir. Bir müqavimət dəyəri göstərməlidir. Müqavimət dəyərini aldım və biraz sıxdırdığımız zaman 55-54 dəyərini göstərir. Demək ki, problemsiz bir şəkildə işləyir. Onsuz bu lampanın sağlamlıq testini bir dəqiqə baxım görüm yoxlamaq olurmu? Düzü restora qoşuldu deyə belə yoxlamaq olmayacaq. Bunu elektrik şəbəkəsinə qoşacağız, onsuz biləsiniz ki, işləyir ya işləmir. Birbaşa 220 verməlisiniz. Amma məncə bunu test edən yoxlamaq olmamalıdır ayrı bir şəkildə. Onsuz dəyişəcəm, mən bunu hətta ayıra bilərəm. Baxaq yenə də əmin olmaq üçün. Ohmajı qaldırıram. Gördüyünüz kimi heç bir müqavimət dəyəri vermir. Demək ki, bunu elə yoxlamaq olmur, ya da ki, bu xarab ola bilər. Təzəsində də baxarıq. Bu lampada məndə var. Bunun bir dənəsini də gətirib bunu dəyişək. Ondan sonra naqil xəttlərimizi dəyişək, yerinə yığaq, təhvil verək. Və bir də ayağını da düzəltməliydik. Xeyli yaxşı var. Başlayaq. Təmir zamanı bizə lazım olan naqil, makaron, istiliyə davamlı makaron və burada ştepslərimiz var. 0 ştepslərimiz. Bunları da naqilin başlarına tutturacaq. Naqillərimizdən ola bilsin ki, bu göy qırmızı naqili dəyişmədim, sağlamdılar. Bu qara naqili ştekerini dəyişəcəm hər halda. Ayda bunun da başı qopubmuş. Baxıb görək, yox. Yerindədir, sadəcə üstündə qabıq var imiş. Və bunun ştekerini dəyişəcəm və işığı da həmin ştekerə yenidən bağlayacağım. Yəni yeni işığımız da buradadır. Yeni işığımızın uzunluğu biraz çoxdur, düzdür. Amma elə bir problem verməyəcək, yəni gedib tenə çatmır. Elə isə başlayaq. Sürətləndirilmiş video şəklində də siz də izləyin.
arxa qapağını oturtmaq həqiqətən çox çətin idi. Yəni bu da düzgün işçilik olmadığını göstərir. Təbii bir tərəf oturmamışdı mən bunu sökəndə. Tam 4 tərəfini də oturtmaq istədim. Təbii oturtdum bir tər də olsa. Ancaq korpusun özündə də çox böyük əyriliklər var idi. Bunu da altına kəlpətin qoyub korpusun özünə etdim. Bu zaman da burada biraz çökəlmə oldu naqil tərəfdə, amma heç bir şey olmaz. Əsas odur ki, öz tarazlığı xeyli düzəldi. Düz biraz yenə biraz əyrilik var, amma da çox dəymək istəmirəm. Həqiqətən şəkli şəmali qasdı. Ona görə dəhşət pis işçiliyi var. Ola bilsin də bu qızdıqca, üstünə yemək falan, ağır yeməklər qoyduqca şəkli daha çox dəyişib. Ona görə bu əyriliklər var. Deyə bilmərəm, amma yəni ki, o qədər də yaxşı mal olmadığını göstərir. Normalda arxa qapaq tak deyə taxılmalıdır. Tak deyə də sökülməlidir. Elə bir problem olmamalıdır. Əyilmə problemi də ümumiyyətlə olmamalıdır. Mən burada bu boltu qılçasından eyni uzunluğa gətirsəm də problem verdi. Bu da arxa korpusun əyriliyindən irəli gəlirdi. Xeyli düzəltdim, o qədər əsmə yoxdur, çox az bir dərəcədədir. Onu da artıq daha çox əymək istəmirəm deyə qalsın, problem yoxdur. Naqilə tağıq yoxlayaq, naqilini şəbəkəyə tağıq yoxlayaq daha doğrusu. Bunu da biraz şəbəkə uzaqda olduğu üçün taxmaq çətin olur. Biraz bu tərəfdən yaxınlaşdırım. Şəbəkəyə taxdım. Mən burada bu vəziyyətdə göstərim sizə. Görürsünüz, indikator işığı yanır. Bunu söndürəndə söndü, yandı. Və üstündə isinməyini yenə multimetrdən göstərək. Celsiyə qoyuruq. Temperaturda farad və Celsiya seçeneği var. Celsiyə qoyuruq və daçikimizi bunun üzərinə yaxınlaşdırırıq. Gördüyünüz kimi mən əlimlə də hiss edirəm, amma sizə göstərmək üçün temperatur qalxır. Və mən burada temperaturda qalxanda minimuma gətirirəm. Minimumdan biraz daha çoxa gəldi, füsü. Termostat işə düşdü. İndi biraz qızandan sonra termostat atmalıdır. Gördüyünüz kimi 200 dərəcələrdədir. Termostat atdı. Bu qədər. Yəni artığı lazım deyil. Termostatımı biraz yuxarı qaldırıram. Gördüyünüz kimi yenə işə düşdü. Burada mən işığından göstərim sizə işə düşməyini. Biraz qızıb yenə atmalıdır. Bugünkü videomuzda yekunlaşdırdıq. Bugün elektrikli sobanı təmir etdik. Elektrikli sobanı yenidən həyata qovuşdurduq. Təhlükə mənbəyidir, əməlli başda. Yəni metal korpusdur. Buralarda da inanıram ki, heç kim qaçaq axın sığortası falan istifadə etmir deyə birbaşa korpusa dəyib ölüm təhlükəsi yarada bilərdi. Bunu aradan qaldırdıq və tam da təhlükəsizliyini təmin elədik. İnanıram ki, sizin də bu kimi və buna bənzər cihazınız varsa, heç bir sual qalmadan beyninizdə artıq təmir edə bilərsiniz. Multimetrənizdə varsa, hər bir ölçümləri edib tək işlədicilərə baxa bilərsiniz. Bugünkü videomuzun sonuna gəldik. Videomuzu inşallah ki, bəyəndiniz. Əgər bəyəndinizsə, videomuzu bəyənməyə, kanala da hələ dəstək deyilsinizsə, dəstək olmağı unutmayın. Özəlliklə videonun bu qismini, bu sözlərimi sona saxladım. Çünki sona qədər bu videonu izləyibsinizsə, demək ki, texnologiya müəyyən qədər marağınız var. Bunu unutmayın, hər kəs müəllim və ya həkim ola bilməz. Həyatımızda texnologiya böyük bir önəm kəsb edir və bu texnologiya dünyanın hər tərəfində sürətləndikcə Azərbaycanda niyəsə geriyə doğru gedir. Biz texnologiyanın üreticisi deyil də, tükəticisi olmuşuq. Ona görə Azərbaycanda bu cür kanallar çox azdır həqiqətən və kifayət qədər yemək və əyləncə kanallarımız mövcuddur, amma hər şey əyləncə ilə, yeməklə bitmir. Bəlkə də bugün hansısa bir gənc oturub məni izləyir və mənim videolarıma baxıb nələrsə etmək istəyir. Bugün əlinə lehim aparatı alan bir gənc sabah Steve Jobsa inanın ki, yəni kəllə-kəlləyə gələcək bir insan ola bilər. Ona görə gənclərimizə və bizə dəstək olmağı unutmayın. Biz onsuz dəstək, mən onsuz əlimdən gələn edirəm və mənim videolarıma bənzər videolar çəkən insanlara inanıram ki, gənclər üçün əlindən gələn edir. Bildiyimiz məlumatları bölüşürük, bilmədiklərimizi öyrənirik. Çox sağ olun ki, videomu bura qədər izlədiniz. Bura qədər izlədinizsə, onsuz texnologiya müəyyən qədər marağınız var, müəyyən qədər həqiqətən ilginizi çəkir və mənə də dəstəksiniz. Çox sağ olun, var olun. Daha gözəl, daha aydınlıq sabahlarda görüşənədək.